Salam aleyküm, əziz və hörmətli dostlar, çox xoş gördük. Umarım ki, hər şey istədiyiniz kimi yaxşı olsun və başınız ucu olsun. Salam əziz dostlar, xoş gördük. Mən bu günləri kitab oxuyacağam, amma ondan qabaq 2 dənə məsələyə işarə eləməliyəm. Biri, Kanadada dil məsələsi. Bugün mən bir tiket almışam, cərimə olmuşam maşın sürəndə. Orada fəqət mən istəyəcəyim göstərəm ki, bir demokratik məmləkətlə demokratik olmayan məmləkətin fərqini göstərəcəyim. İkinci, dostlardan biri bir şey yazıbdı, qoyubdu, məni nəqd eləyib məsələn. Onu da deyəcəyəm. Əgər vaxt olsa kitab oxuyacağam. Olmasa da ki, feylən. Mən bu günləri düzün axtarsaz anamla danışa gəlirdim. Yolda yolu təmir elirlər. Yazmışdı sürət. Gözüm gördü ki, yazıb 80. Amma fikir vermədim. Yəni ciddi zehnimdə bu alınmadı. Gördüm, təpə idi özü də. Təpəni aşaydım, oranı görəydim. Təpəni açdım. Bir onu gördüm, sürətlə gedirəm. Sürətim də 100, hardasa 115 falan olardı yəni. Biraz azaltdım düzün axtarsaz. Torumuza da ayağımı qoydum ki, azaldam, amma üz aşağı idi da, gəldi. Mən də çox ciddi tutmadım. Dedim ki, gedəcəyim qıraqdan. Bəli, istirdim gətirəm 100-ə. Heç olmasa 100-ə yendirəm. Bir onu gördüm ki, adamların içindən bir nəfər əl eləyir ki, durdum. Yəni, geçdim, durdum. Gördüm, işarə eləyir ki, gəl, bu birisi qırağa. Yəni, o qismətdə ki, construction var idi, təmir edirdilər caddəni, gəl ora. Geçdim ora və gördüm ki, daldan adam gəldi, polis maşının çırağını yandırdı, düşdü dalıma, gəldi qabağa, tamam. Şüşələri biz qanundur Kanadada, şüşələri veririk aşağıya, əlimizi qoyuruq fərmanın üstünə. Sağ tərəfdən, bu səfər sol tərəfdən gəldi. Amerikada sağ tərəfdən gəlirlər. Burada sol tərəfdən gəldi və dedi ki, sən emergency işin var. Buna görə ki, yalan deməyəm, dedim, yox, emergency işim yoxdur. Dedi ki, sən sürətin yuxarı idi, dəstgahı görsətdi, o qan deyirlər adına. Dəstgahı görsətdi, yazıb 108 ilə gedirsən. Dedim, qəbul edirəm, 108 ilə gedirdim, təbiətən. Yəni, azaltmağa çalışmışdım, mənim nəzərimə 100-dən az olardı. Amma hər halda o dəstgah tutubdu da, yalan ki, hətmən yalan deyil. Yəni, belə şək eləsək, qoyaq ki, yalan deyil. Dedi, kartı ver, bima ver, maşının sənədini ver, tamam, bunları aldı, getdi. Birazdan sonra gəldi. Qanunu görsətdi mənə. Dedi ki, o qanun burada deyil. Dedi ki, mən indi özüm internetdə baxdım, oxudum. Onlar ki, sürətim, tablo sürətindən ki, qoyublar. O sürətdən 25 və ya 25-dən az gedə, izafə. 25-əcən gedə, bunların bir cəriməsi var. Onlar ki, 25-dən çox gedələr, 50-əcən bir cəriməsi var. Onlar ki, 50-dən izafi gedələr, onların bir cəriməsi var. Kanadada mali cərimənin yanında bir dənə da point sistemi var. Yəni, məsələn, əgər siz xilaf eləsiz, qanunun ziddin geçsəz, bir cərimə verirsiniz. Bir də məsələn deyək ki, 7 pointu var. Ya mənim bilmirəm fikrim, 7 ya 8 pointudur. Hamının, yəni bu pointu 1-dir, bərabərdir. Fərq eləmir ki, əlbəttə trellərin ki, fərqlidir. Amma məmuli maşınların ki, fikrim ya 7-dir, ya 8-dir, yadımda deyil. Və bunlardan o ittifaq ki, düşübdür, ona şey deyirlər, crime deyirlər, caddə cürmü. Caddə cürmü onun üzüylə pointlarınızdan çıxır. İndi bu pointudan çıxanda, məsələn,
bəzi çıraq qırmızı getsəz 4 dana çıxır ya 5 dana çıxır. 50-dən izafi sürət ilə getsəz 5 dana ya 6 dana çıxır. Yəni elə eləyir ki, da siz maşın sürənmirsiniz əslində bəzi vaxtlar. Ya bir müddət saxlır. İndi mənim o pointum bəlli deyil, mən nə qədər almışam, amma məni 172 dolar 50 sent cərimə elədi. Amma bu da mühüm deyil. Mühüm odur ki, çox müəddəbanə gəldi, özünü mərifə elədi, işlərini gördü və bu kağazı mənə print elədi, verdi. Bu kağazda görün mənə nə deyir. O qismətlər ki, dərdə dəyməz, onları oxumuram. Birinci, yap başda bunu yazır. Baxın, bu qismətdə, burada mənim adım müşəxəssatımdır. Burada yap elə başda, burası Fransədir, burası İngilisidir. O mətni ki, mənə lazımdır, odur. Deyir ki, you have the right to choose the official language. Birincisi budur. İdari dili seçmə haqqın var. In which the proceeding will be conducted. Tamam. Bu deyir ki, hangi dildə istəyirsiniz ki, işləriniz qabağa getsin. 2 dənə buranın varıdır. Rəsmi dil sərasəri, başa-baş Kanadanın. Kanada dünyada 3-cü məmləkətdir fikir edirəm, böyüklükdə. Şərqi ilə qərbinin, gün çıxanla gün batanın arası 8 saat əgər iştibar eləməsəm təyyarə ilə getməkdir. Maşınla 6 gün, 7 gün sürər ki, bu başdan o başa 100 kilometrdən gedəsiz saatdır. Ərz eləyim xidmətinizə. Birincisi, bəs dil məsələsi soruşur. Bəzi yerlər var Kanadada, adına territory deyirlər, ya aboriginal region deyirlər, ya reserved region deyirlər, reserve deyirlər, ya da ki deyirlər, buralar native lands. Onlar ki, İranda tərcümə olubdur, dəri sorpust, Türkiyədə qırmızı qızıl dərili deyə tərcümə olubdur. Düz deyil, amma hər halda. Nativelər, yəni onlar ki, buranın sahiblarıdır. Onların da bölgələrində öz dilləri rəsmidir. Yəni, məsələn, mənim haqqım var, əgər məsələn, onların bölgəsinə getmiş olsam, orada polis məni tutmuş olsa, deyəm ki, məsələn, mən native dili başarsam, native ilə gedirəm, işlərimi görün. Kağazı da onun üstündə verəcəklər. Əlbəttə görürsünüz, burada kağaz 2 dana, bu ingiliscəsidir, bu fransızcəsidir. Burada da mənim adımın, ki, mənim adımdır, ingilis fransızcəsi fərqi yoxdur. Mənim müşəxəssatımdan üstündə yazılan ki, adınız, məsələn, ad yazacaq orada, həm fransızdır, həm ingilisdir. Hər şey. Burada nə mənə ki, mənə görə yazılıbdır bu başdan bu başa, hamısı 2 dillidir. Ondan sonra bu ikinci şey ki veribdir, budur. You have the right to retain and instruct counsel. Sənin haqqın vardır ki, vəkil tutasan, ya counsel, ya müşavir tutasan. Ondan sonra mənə deyir ki, yəni bu da haqqındır. Deyir ki, eləyə bilərsən ki, bunu verməyəsən bu pulu, cəriməni, özünə müşavir tutasan. Gedəsən dadqaha. Üçüncüsü, ya vəkil tutasan. Üçüncüsü deyir ki, if you do not pay the fixed penalty or file a notice of dispute by the due date state on this ticket, you will be deemed convicted of the offense and fined. Üçüncüsü budur, deyir ki, haqqın vardır ki, bu mənim nəzərimi, polisin nəzərin məhkəməyə aparasan, amma məhkəməyə aparandan sonra mümkündür ki, orada həm müttəhəm olasan, həm də ki, cərimə verəsən. Hər ikisini deyir. Sonra da ki, izafə tozihlər verir, o başdan bu başadan hamısı ona görədir ki, fəqət vəzifə. Bu birincisi oydu ki, istədim, yəni demokratik məmləkətdə qanun neynir? Qanun sizə həm deyir, mən səni müttəhəm mücrim tanıdım bu caddədə, sürəti keçmirsən. Bir yol. İkincisi deyir ki, sənin haqqın var vəkil tutasan. Üçüncü deyir, dilin şeydir. Dördüncü deyir ki, sən eyni halda ki, mən səni görmüşəm, tutmuşam, elgə versə dadqaha gedəsən, bu pulu verməyəcəksən. Məsələn, bunda mənə 10 gün vaxt verib ki, bunu verəm ya dadqaha gedəm. Dadqaha yazam, yəni. Dadqaha online dolduracağam ki, mən
bu hökm polisin nəzərin qəbul eləmirəm. Məsələn, Nəcət pərəstanədir. O halda ki, o da ağ idi, mən də ağ idim. Nəcət pərəsti olmaz. Ya deyəm dəstgah xarab idi, ya deyəm ki, dəstgahı məsələn 3 saniyə, qanun 3 saniyədir. 3 saniyə gərək o tüfəngi tuta, 3 saniyədə sən azalsan eləyə bilməz ki, üstdəkini tuta. Deyəm ki, məsələn 3 saniyə tutmayıbdı, ya deyəm ki, məsələn dəstgah xarab idi, ya deyəm ki, ayrı adamın üçün mənə yazıbdı. Ya deyəm, məsələn mən orada dəyirdim, bu adam yalandan yazıbdı. Ki, burada tamam müşəxəssatı var, o olmaz. Çünki tamam müşəxəssatı yazıbdı. Tamam, birincisi buydu, istədim deyəm ki, demokratik məmləkətlə qeyri-demokratik məmləkətdə polis nə cür rəftar edir? Əlbəttə, bunu da deyim yenə də, demokratik məmləkətdə sizin mülkünüz sizin mülkünüzdür. Nə deyim? Məsələn, fikrin ki, mənim evim var, ev, apartman yox. Apartmanda da, apartmanım da var. Tamam, iki dənə məsələni də görək. Apartmanda polis gəlir, girir asansorla, gəlir üstə. Məsələn, mənim təbəqəmdən gəlir, qapını döyür, qapıdan baxırsan. Dürbünü var, gözlüğü var. O gözlükdən baxırsan, görürsən polisdir. Deyirsən ki, bəli, buyurun. Deyir ki, mən polisəm, adım budur, filan kəsin işim var. Deyirsən ki, evdə deyil, ya evdədir. O oradan deyir ki, məsələn, kağız verəcəyəm, ya filan eləyəcəyəm, qapını açırsan böyrün bir zərrə. Zənciri var dalda. O qədər açırsan, deyirsən kağazı verir, ya sözü de. Sözün deyir, deyirsən ki, deyir, icazə ver, gəlin məsələn evə. Deyirsən ki, olmaz, icazə vermirəm, get vəkillə danış. O gedib vəkillə danışmalıdır. Çünki bura sizin properties, yəni mülkünüzdür, girə bilməz içəriyə. Bura girə bilməz. İlla bu ki, məsələn, terrorizmə ya bir məvaddı müxəddirə zada müttəhəm olasan, onu da dadgahdan gedib hökm almış ola, hökmü sizə göstərəcək. Deyəcək ki, mən gəlirəm içəriyə, tamam, gəl içəriyə. Yox, istəsəz rəfaqətənə açılsan, deyirsən ki, buyurun gəlin içəriyə. Mənim oğlum burada tutulmuşdu. Polis həftədə bir dəfə gəlirdi, qapını döyürdü, tak. Və tamam, salam aleyküm, aleyküm salam. Məhəmməd Rıza evdədir, bəli evdədir. Buyurun gəlsin qapıya, gəlirdi qapıya. Okay, see you next time. Gedirdi. İçəriyə girmirdilər. Girə bilməz. Ora mənim propertimdir, yəni mənim mülkümdür. Ora girə bilməzlər. Bir gün bir dənə xanım gəlirdi bunlarla. Kiçik boyu kiçik idi. O birisi polislərin boyu 190 olardı. Bunun boyu məsələn 160, 165 falan. Bu xanım hər dəfə gələndə bizim xanımın üstünə qışqırırdı məsələn. Denə gəlsin filan bəhmə. Götürür, zəh vurur polisə ki, bu xanım bir də gəlsə qapıya mən qapını açmayacağam. O xanımı bir də qoymadılar gələ. Dedi, çünki bu xanım qışqırır üstümüzə. Biz əslində istəmirik ki, polis gəlsin qapıya. Baxın, bu rahatlıqda. İndi maşınız sizin mülkünüz hesab olur. Otomanda gedirsiniz, otoban ələni bir yerdə, hamının yeridir, dövlətin yeridir, millətin yeridir, hamı gedir, burada müşkül yoxdur. Amma polis sizi saxladı. Şüşəzi eləyə bilərsiniz ki, bir belə verəsiz aşağıya səsini eşidəsiniz. Eləyə bilərsiniz, kamil verəsiz aşağıya, görəsiniz. Eləyə bilərsiniz, qapıları bağlayasınız ki, o aça bilməyə. Eləyə bilərsiniz, çəkəsiz aşağıya, o aça bilə. Bu bəzi nanəciblik eləyə bilər ki, əlini sala qapını aça, sizi çək eşiyə. Siz qapıdan necə ki çıxmamız istəyirsiniz, sizin hüququnuz bura propertizdəsiniz. Polis sizi zorla çəksə, getmək haqqınız var ki, getməyəsiniz. Amma çıxsız eşiyə müqavimət eləyə bilməzsiniz. Haqqınız yoxdur müqavimət eləyəsiniz. Polis deyir ki, üzvü çöndər maşına, çöndərəcəksən. Onun üçün Kanadada deyir ki, otur maşında, düşmə yerə. Çünki bu sənin haqqındır. Maşınında oturasan, polisə deyəsən ki, məsələn, mən sənin sözünə qulaq asmıram. Polis neylər? Nəhayət deyər ki, kartofu ver mənə. Kartofu verməzsən, deyər ki, maşını çağırıram, toy eləsinlər. Çağırarlar, maşını toy elərlər, sən apararlar, məsələn, bir yerə. Bəli, mülkün içində səni tuta bilməzlər. İndi, fərz edin ki, bizim bir dənə həyətimiz var, otobanın qırağındadır. Həyətdən, xiyabandan ta evə can ki, mənim mülkümdür, evin qapısına can 10 metrdir firş eləyin.
10 metr enidir, 10 metrdə buranın boyudur. Deyək beləsi bir mülkümüz vardı. Ondan sonra da evə bir dalı həyət var. Normalda Kanadada evlərin bir dana da dalı həyəti var. İndi polis gəlir, istir girə sənin milkivə. O xiyabanda durur milkivin qabağında. Deyir, hey sir. Bəli, buyurun. Gəlirsən. Sən filan kəssən, ya mən filan kəsi istəyirəm. Hän ya yox, ya evdədir, ya evdə deyil, cavabınızı verirsiniz. Deyir ki, mən istəyirəm gələm, sizi görəm. Deyirsən, müşkülünləmə nədir, nəyə gəlirsən? Deyir ki, məsələn, səni tutacağam, məsələn, ya sənə kağız verəcəyəm, ya səni gərək aparaq polisə. Deyirsən ki, yox, gəlmə, mənim propertimə girmə. Get ginən vəkillə danış, vəkillə gəl. Telefon şumarəsini, bir dənə vəkilin tez şumarəsini versən, deyirsən, buna zəhvir, bununla danış. Bu qədər polis girə bilməz evizə. Hətta bilmirəm, məvaddı müxəddirə də bu cürsüdür ya yox, yəni dəqiq bunu bilmirəm. Məvaddı müxəddir olsa, silah olsa, onda da evə girmək da bu proses keçir ya geçmir, onu bilmirəm. Amma bilirəm ki, normallarda girə bilməz milkivə. Bu da demokratik bir yerin haqqıdır. Amma o dostumuz sözünə gəlsək, bu istədim fəqət biraz demokratik bir məmləkətin qanunu ilə tanış olaq ki, bu cürsüdür, milki girə bilməz. Çox çətin şəraitdə, çox çətin. Yəni, hətta buna da şək gəlirəm ki, birinin silahı olsa evdə ora girə bilər ya yox. İlla bu ki, buna deyirlər, İranda cürmü məşhud da, yəni ələni bir cürmü görə. Məsələn, orada tirəndazlıq ola. Ot yana. Məsələn, ev yanır. Onda polis girə bilir. Orada, məsələn, bir nəfər köməklik istəyir. Onda girə bilir. Ərz edeyim xidmətinizə. Bu cür bir şeylərdir. Amma ondan sonra ev müqəddəsdir. Bu evə heç kəs girə bilməz. Bunu da deyim, dostlar. Çox maraqlı ola bilər sizlər üçün. Burada evlərin divarı yoxdur. Həyət qapısı yoxdur. Divarı yoxdur, nərdəsi yoxdur ki, üstünə çıxasan. Xiyaban, məsələn, mən indi xiyabanı sizə göstərsəm, eyni elə bu cürsü, bu xiyabanı sizə göstərdim. Baxın, bu xiyaban, ora xiyaban, burada həyət. Heç bilmədim, gördünüz ya yox, görsədə bildim ya yox, amma bu şeydir. Yəni %90 evlərin, %100 evlərin divarı yoxdur. Bəzi evlər çoxluqla 3 dəstə adamlar fəns qoyarlar. Təxtədən. Nərdə? Təxtə nərdə qoyarlar. Təxtə nərdədə bu cürsü divar deyil. 2 dənə beləsi, deyək ki, ağaçlar bir-birinin tərsinə qoyular. Amma beləsi. Hər halda işıq gələr içəriyə, amma adamlar baxsalar içərini görməzlər. Boyu da çox ucu olmaz. Onlar məsələn 160-170 sant olar hədd əksər. Bunları kimlər qoyar? Bir müsəlmanlar qoyarlar, çox müsəlmanlar. Hər müsəlman qoymaz. Onlar ki, çox ifrati müsəlmandılar. Məsələn, arvadları nüqabla dolanır, onlar qoyarlar. İkinci, çox ifrati məsihilər qoyarlar. Üçüncü, çox ifradi yəhudilər qoyarlar. Mən buradan görməmişəm ki, ifrati siklər qoysunlar. Mən görməmişəm, bəlkə olar. Çünki onlar da başlarını açanmırlar, kişilər, xanımlar aça bilirlər. Kişilər başlarının tükünü açanmırlar. Bəlkə məsələn, privacy olaraq xüsusi eliyələr ki, həyətdə başlarını açıq qoyalar, istəxrilər olsa başlarını açalar, suya girələr, gölləri olsa həyətdə. Bəlkə onlar da belə bir fəns qoyarlar. Amma hər halda divar yoxdur. Normalda şəhərdari xiyabanda bir cədvəl deyirlər İranda. Cədvəl qoyar. 15 sant boyunda. Onun dalısı sizin mülkünüzdə qutardı getdi. Həmsayı qonşularla da ağac əkərlər. Qonşularla da məsələn səddində, evin səddində bir dənə ağac burada əkib, bir dənə də o başda əkibdir. Bəziləri görürsən ki, burada elə ya qızgül əkibdir, ya məsələn İranda şimşat deyirlər, o cür bir şey əkibdir. Ya elə fəqət bu şey ağacı, nə deyirlər adına?
ardış. Ardış deyirik türkcə. Farsça kac deyirlər. Həmişə cavan. Həmişə cavan da deyirik, Təbrizdə deyirlər. Ardış deyirik. Və bu da yəni səddi də odur. Qonşu ilə qonşunun səddi difar deyil. Sağ tərəf, sol tərəf, dalı, qabaq. Görürsünüz ki, qabaq ki məmulən xiyabandır. Dalısı qonşudur, böyürlər qonşudur. Normalda bunlarda ya bir-iki dənə ağac əkirlər, ya bəziləri dedim çox, məsələn, dinçi olanda, qərb gələrik məsələsi gələndə, ya din məsələsi gələndə biraz onu şey edirlər. Amma ikinci məsələ ki, istirdim danışam, sürətlə desəm, dostlardan biri Instagrama gəlibdir. Instagramda ya ayrı bir yerdə mənim yazılarımı görübdür, danışıqlarımı görübdür və götürüb yazıb ki, bəzi adamların milli hərəkətə zərərləri çoxdur. O cümlədən İnsaf Əli Hidayətin əlindən biz hara gedək? Bunun zərəri xeyrindən çoxdur. Və sonra da mən bunun özünə getdim səfəsinə. Səfəsində yazdım ki, xub, əziz dostum, hara gedəsin? Mənim özümə gəlin. Müşkül nədir? Mənə yazıb ki, sizin fəaliyyətləriniz Azərbaycan milli hərəkətinə çox zərərlidir. Xeyri yoxdur, bizlərə zərərlidir. Əvvəla mən bilmirəm bu dostumuz milli hərəkət dediyi şey nədir və özünü tanıyır bundan. Məsələn, yazardır, qazetəçidir, musiqiçidir. Heç birisini görmədim. Yəni bilmədim ki, bu adamın əslən fəaliyyəti nədir. Amma bunu deyək ki, milli fəalların hamısı qərar deyil yazı yazsın, hamısı qərar deyil danışsın, hamısı qərar deyil təbliğ, siyasi danışsın, tarixi danışsın falan bəhman. Bu da öz yolunda bir şeydir. İndi görək ki, dostlar, fəaliyyət mədəni nədir? Və İranda fəaliyyət mədəni mənası özünə tozih verdim. 7-8 dəqiqədə tozih verdim və dedim ki, bir canlı şeydə danışacağam. Cavabı orada da görə bilərsən. Mədəniyyətə görə biz bu kitabı da oxuyuruq. Burada mədəniyyətə görə danışdıq. Mədəniyyətin mənasını burada dedik. Nədir? Təməddün nədir? Mədəniyyət nədir? Mədəniyyət, yəni ərəbcə sözdür, yəni şəhərlilik. Dedik ki, bizim dilimizdə, ərəbcədə mədəniyyət, türkcədə kənd ibarətdir. Kənd. Farsca rusda. Muntaha farslar bunu deyiblər ki, şəhərçilik. Yəni kəndi adam hesablamırlar, kəndliləri adam hesablamırlar, kəndi mədəniyyət hesablamırlar. O halda ki, ev tikmək özü mədəniyyətin əsli parçasıdır. Küçə qoymaq, qonşu ilə həddi fasil sınırları, mərziləri bəlli eləmək. Bizim evinlə qonşunun evinin mərzi var, sərhəddi var. Bunları müşəxəs eləmək. Küçənin eni boyun müşəxəs eləmək. Su məsələsi var. Məsələn, ümumi şeylər var, məscid vardı, nə bilim, qəfəxana vardı, tükan vardı, alver vardı. Bunlar hamısı sərhədlər var, zəmilər var. Bunların hamısı bir hüquq gətirir. O zaman ki, bu hüquqlardan danışırıq, haqlardan danışırıq kətdə, mədəniyyət olur. Dedik, mədəniyyət nədir? Mədəniyyət odur ki, zaman içində insanlar bir nəfər ixtira elər, icad elər və onu idarə elər. Bir nəfər ya bir tədad. Mədəniyyət bu oldu. İndi, gələk mədəniyyətin əvvəl mənasını bildik. Mədəniyyət bir iddə usul və müqərrəratdır ki, bir iddə insanlar orada yaşırlar və bir iddə taza işlər ki, görünür ki, orada onlar haman o cəmiyyətin içində olur. Məsələn, təyyarə taza bir mədəniyyət, fərhəng deyil təyyarə. Sənət və texnolojidir, amma mədəniyyətə gəlir. Yəni, onun sürməsinin bir qanun qaidəsi var, qalxmasının qanun qaidəsi var, oturmasının qanun qaidəsi var, musafirinin qanun qaidəsi var. Yəni, hər adam öz başına gedib oraya girə bilməz. Onun alış-satının qanunu vardı, ona minməyənin qanun qaidəsi vardı,
yaxınlaşaq, yaxınlaşmayaq qanun qaydası vardı. Safety'si, onun sağlamlıq məsələsinin musafirlərinin özünün, təyyarənin özünün və musafirlərinin. Ondan sonra şəhərlər arası getmək qanunları var, məmləkətlər arası getmək qanunları var. Bu olur mədəniyyət, bunlara deyirik mədəniyyət. Bir dana misal verdim. İndi acaba görək İranda mədəniyyət var ya yox? Birincisi, İranda mənim dilim rəsmi deyil. Mədəniyyət yoxdur. Mədəniyyət odur ki, mənim də dilim orada olaydı. Çünki mən orada yaşıram. Mən yaşadığım yerdə mən əsləm, ayrısı yox. Əsl, əsas o adamdır ki, o torpaqda yaşır. O adam deyil ki, orada yaşamır. Farslar bizim torpağımızda yaşamırlar. Yaşasalar da %1, %2, %yarım. Və onlar da dövlət məmurudurlar. Amma mənim dilim öz torpağımda qadağandır. Mədəniyyətin birinci əsli aradan getdi. Burada kolonize gəlir. Yəni ayrı bir adam gəlibdi, məni əsir eləyibdi. Baxın, mən əsir gücündə yaşayıram. Çünki əsrin haqqı yoxdur. Haqqı yoxdur, qaçsın, haqqı yoxdur. Hər nə orada dəstur versələr, onun üstünə çarçıvəyə salacaqlar bir damxiyə ya bir divarların asına. Bir şey versələr yiyəcək, verməsələr yeməyəcək, öldürəcəklər, saxlayacaqlar. Bunlar hamısı, əlbəttə əsrin də qanunu var dünyada. İslamda da var, dünyada da qanun, əsrin qanunu var. Amma biz falan belə bir əsriq ki, dilimizə haqqımız yoxdur orada danışaq. İranlılar Əraqda zindana əsir düşmüşlər, amma öz kəmp deyərlər də onlara. Əsir kəmpində öz dillərində danışırdılar. Ərəblər ona mütərcim gəlirdi. Yəni bir dənə adam türkü danışırdı, ya farsı danışırdı, ya ayrı bir dildə danışırdı, deyirdi mən ayrı dil başarmıram. Ona mütərcim gəlirdi, tərcümə elirdi onu ərəbiyə. Amma Təbrizdə, Tehranda, Qəzvində, Urmiyədə, Zəncanda, Ərdəbildə, Həmədanda biz türküq, türk danışırıq. Torpaqlarımızda, Savədə, Kərəşdə türküq, türk danışırıq. Öz torpağımızda, öz vətənimizdə. Amma dilimiz yoxdur. Pəs cami-i mədəni dediniz, cami-i mədəni olmadı. İkinci, hətta deyək ki, varıq, dilimizdə var. Amma cami-i mədəniyim, bugünkü cami-i mədəninin bir də məlzəmələri var. Nədir? Radio və televizyon. Əgər bir dənə insan cami-i mədəni budur ki, dövlət orada edə bilməyəm, mənim ixtiyarlarımı əlindən ala. Mən insan olduğum üçün, bir də insanlarla yaşadığım üçün həqqim var ruznamə çıxadım. Həqqim var məcəllə çıxadım, həqqim var radyom ola, həqqim var televizyonum ola öz dilimdə. İstədiyim kimi, istədiyim siyasətinə və istədiyim sözü deyəm. Yəni, məsələn, mən deyirəm ki, İranda şuriş eləyək. Gedək mücəssəmələri sındıraq, tabloları şey eləyək, dadqaq quraq. Dostumuz bunları bu 3 tanıya irad tutub, ha. Dostumuz deyibdir ki, sən yazdı mənə. Ki, sən deyirsən ki, dadqaq quraq, İranın məsulların mühakimə eləyək. Deyirsən ki, biz haqqımız vardı Azərbaycanda mücəssəmələri, Fars mücəssəmələrin və Fars adlı tabloları hər nə ki Fars simgəsi hesab olur. Onları oradan aparaq. Sən bizə zərəl vurursan. İndi bu üçdananı istəyirəm gətirəm sözü bu üçdanıya. Dostlar, indi fərz buyurun ki, bizim radyo televizyonumuz yoxdur. Fərz buyurmayın. Bizim radyo televizyonumuz yoxdur. Bəs cami-i mədəniyyətə biz bu millət ilə nə cür danışacağıq? Deyəcək ki, mən ayrı cür düşünürəm. Kanadanı bayaq misal verdim, yenə də misal verim. Kanadada bir iddə qruplar var, onlara deyirlər ki, qeyri-qanuni. Black Panthers. Farsça desək, ببرهای سیاه.
Qara qaflanlar. Fikir edirəm türkçəsi onlar qara qaflanlar. Bunlar anarşistdirlər və ruznamə çıxadarlar. İstədikləri dildə, istədikləri gündə əksləri ilə filanla ruznamə çıxır. Heç kəs bunlar tutmaz. Qeyri-qanuni gözdə. Hətta bunların birazını tutdular. Bunlar rahpimalıq elələr G20-də. Verdilər, bunları döydülər tutanda. Çünki bunlar od vururdular. Şəhərdə bahlara, böyük zənciri mağazalar od vururdular. Bunları polis tutdu, döydü, saldı zindana. Bunlar zindandan çıxdı, vəkil tutdular, zindandan çıxdılar. Getdilər, şikayət edilər polisin əleyhinə. Yaralarını görsətdilər, döydü falan filmlərini görsətdilər. Polisi əgər iştibah eləməsən 5 milyon dolar cəriməyə məhkum elədilər. Buradan 80 nəfərdirlər, 80 nəfər bunlardan tutulmuşdu, ya hər neçə nəfər yadımda deyil dəqiq. O pulu bunlara verdilər. Rəsmən üzr istədi. Yəni dövlət o zaman ki gəlir, dövlət qəbul edir, dadgahda məhkum oldu, dadgah bunu dedi polis niyə vurubdu? İndi biz Azərbaycanda aya Azərbaycanlılar və türklər İranda. Əcəba biz bir dadgahda məhkum olmuşuq, haqqımız yoxdur türk olaq. Aya biz məhkum olmuşuq ki, haqqımız yoxdur radyomuz, televizyonumuz olsun. Aya biz məhkum olmuşuq, haqqımız yoxdur ana dilimizdə yazaq. Ana dilimizdə oxuyaq. Sonra deyəcəm ki, əgər haqqımız yoxdursa, neynəməliyik cami-i mədənidə? Hətta qanun təsvib olsa. Qanun təsvib olsa, desə ki, bu adamların haqqı yoxdur. Ana dilində yazsınlar, oxusunlar, radio, televizyonlar. İndi, qalanı da var. Cami-i mədəninin bugünkü modeldə radio, televizyondan əlavə örgütləşmək haqqı var. Örgütləşmək yəni təşəkkülləşmək. Təşəkkül ərəbidir, sazman farsdır, hizb ərəbidir. Örgütləşmək, yəni hizbiləşmək haqqı vardır. Müxalifi dövlət. Dövlətin müvafiqi ki, həmişə vardır. Cami-i mədəni o zaman təhqiq tapır ki, siz dövlətin müxalifi olaraq huzurunuz ola bilər. Türkiyədə Erdoğan var, Erdoğan cənablar var, prezident. Bir hizbi var, Ədalət və Tövsəə, fikir edirəm, AK Parti. Qabaqdan Ədalət və Tövsəə, sonra AK Parti oldu. Onun müxaliflər, tamam hizbiləri ki orada görürsünüz, hamısı onun müxalifidir. İlla bir danası ki, o şeydir, müttəhid olubdur. Qalan hamısı müxalifdir. Kürdlərinki, o birisi yüzlər radio və televizyon var. Minlər ruznamə və məcəllə var. Onlar min websayt var. Onlar min. Niyə? Deyir ki, Rəcəb Tayyip Erdoğan əleyhinə biz işləyəcəyik. Qudrəti alaq əlimizə. Türkiyədən danışmıram. Gələk öz şeyimizə. Əcəba, İranda bir qanun təsvib olur ki, türklərin haqqı yoxdur, hizbi düzəlsinlər? Yox. Niyə dövlət deyir ki, məndən icazə alın? Çünki biz gərək dövlətin çarçıvələrini qəbul edirik. Yox, mən dövlətin çarçıvəsini qəbul eləsəm, niyə hizbi təşkil verirəm? Əgər mən İran radio televizyonu qəbul eləsəm, niyə radio televizyon istəyirəm? Əgər mən fars dilini qəbul eləsəm, niyə türk dilini istəyirəm? Mən üçün onları istəmirəm, cami-i mədəni şəkli tapar. Cami-i mədəni, İranda cami-i mədəni var. Fəaliyyət mədəni, fəal mədəni, NGO-های mədəni var. Nə cürdür? Hər kəs danışqahdan çıxır bekardır. Gedir ustandariyə, gedir fərmandariyə, gedir şəhərdariyə, gedir şuraya şəhərə, gedir nə bilim idarəyə Ab-ı Fazılaba, gedir idarəyə Muhit-i Zistə, gedir fulana, bəhmana deyir ağa, mənə mücəvviz verin və pul verin, sizin işlərinizi görün çarçıvəzdə. Mən bunların birinin özünə şahid o, yəni tamam bunların hamısı hüquq alırlar. Tamam o cami-i mədəni ki İranda deyirlər, hamısı hüquq alır. Necə ki, hizbilər pul alırlar dövlətdən, büdcəsi var.
Niyə farsların hizbi var, bizim yox? Çünki onlar büdcə alırlar. Hər hizbin büdcəsi var. Gedir vizarət keşvərə, deyir, mənim ki təsvib eləmsən, ildə məsələn mənə 50 milyon, 100 milyon, 500 milyon verəcəksən, ver gəlsin. Amma bunu farslara var fəqət. Türklər, ərəblər, bəluslar, kürdlər, lorlar, ciyələklər, mazənilərin yoxlarıdır. Türkəmənlərin yoxlarıdır, qəşqaylərin yoxlarıdır. Cami-i mədəni burada adı nə mənədir? Heç yox. Burada cami-i mədəni yoxdur. Bizim haqqımız yoxdur, hizbi düzəldək millətimizin tərəfindən. Ya özümün, mən istəyirəm 5 nəfər məndən həmfikirdir. Mənim fikrim də dövlətlə müxalifdir. İstəyirəm gələn burada danışam. Yazam. Əvvəl deyir ki, dövlətdən icazə alasın. Niyə icazə alım? Cami-i mədəni icazə almaz. Çünki bunlar mədənidir. İnsanlar ki burada yaşırlar, bir hədəfləri var. İstəyirlər bundan gedirlər. Məsələn, mən istəyirəm, bu şəhərdə gərək farsada əslən olmaya. Mən gedərəm, ruznaməmi açaram, hizbimi quraram, cəmiyyətimi quraram, NGO-mu quraram, hər nədir, radio, televizyonum, əgər pulum vardı. Gedirəm, bir sərmayədar taparam. Deyirəm, bu mənim hədəfim budur, biz 10 nəfərik, bu işi görürük. Sizdən istəyirik ki, bizdən himayət eləyəsiniz. Nə qədər pul lazımımızdır? Bizim 100 milyon dolar pul lazımımızdır. Siz 100 nəfər adam yığışacaqsınız, gələsiniz, pul qoyasınız, bizə bir televizyon açarsınız, gələrlə bir televizyon açarlar. Cami-i mədəni budur. Dövlətə getməz. Dövlət büdcə verməz. Olar, gətiririk biz məsələn bir kampeyn qoyarıq, istəyirik ki, biz ağac əkək. Qərədağda. Bu ağac əkməğa gedərik dövləti sazmana, rəis cümhura, ora-bura deyərik, gəlin bu filan gecə biz fundraising eləyəcək, pul yığacağıq. Gəlin, siz də pul verin. Dövlət də orada gedər, büdcələrinə baxar, büdcələrinin birindən ki, icazə verilib bu haqqa xəşləsin, o rədifdən pul götürər, gətirir orada deyər ki, mən də bu gecə 100 milyon sizə köməklik elədim. 1 milyard, 5 milyard, 10 milyard köməklik elədim. Dünyada cami-i mədənin mənası budur. Cami-i mədəni dünyada ruznamə gedib dövlətdən icazə almaz. Radio, televizyon da gedib icazə almaz. Hizb də gedib icazə almaz. Eyni bir dana şirkət ki, səbt olur, gedər şirkətin səbt elər. Hizbin səbt elər. Yazar ki, onda deyərlər ki, mənfəət qazanmaq üçün bu şirkəti qururam, ya non-profit, ya qeyri-mənfəət üçün, mənfəətsiz. Ondan sonra da adres istər verər, istər verməz. Ya adres verər, mən adresim, məsələn, filan yerə gətirəcəklər, mənim mənə bir kağız gəlsə, dövlət tərəfindən bir şey gəlsə, bu adresə gələcək. Bir dənə də adres verərlər. Ya sənduq postu verərlər. Gələr ora. Bir dənə sandıqdır, Bayda ya, Baydakı olmaz, normalda post idarəsində ya məhəllədə bir yerdə olar, gedərlər, alarlar, kağızlar, postçu gətirər, salar ora, adam da gedər, oradan götürər, çıxar, gedər. Ehtiyacı yoxdur, ev adresi ola hətmən. İndi də ki, e-mail gəlibdir, e-mail özü də çox şeyi həll edir. İndi, cami-i mədəninin mənası odur ki, biz dövlətin ziddinə, dövləti dəyişdirməyə, qanunu dəyişdirməyə, umarım bilmirəm ki, nə oldu, nə olmadı. Dostlar, çox üzr istəyirəm. Umarım ki, səs düşməyibdir. Hər halda, cami-i mədəninin mənası var. Cami-i mədənini hizbiz olandan sonra, radyoz, televizyonuz olandan sonra, ruznaməz olandan sonra, kitab yaza biləndən sonra, kilatlandan sonra əsli qədəm qalır. Sizin haqqınız vardı, sıxıb rahpimalıq eləyəsiniz, etiraz eləyəsiniz. İndi, əgər bir şeyləri siz istəyirsiniz ki, məsələn,
Deyirik ki, şəhərdə gərək, bizim şəhərdə gərək, Farsa da olmuyor, Fars mücəssəmə olmuyor. Əgər sizin tərəfdarlarınız çıxdılar rahpeymalığa, tamam dünyada buna mücəvviz istənir. Gedirlər polisə, deyirlər ki, biz filan gün çıxacağıq. Polis də deyir ki, o gün məsələn ayrı adam çıxacaq ya çıxmayacaqdır. Tamam, qəbul edir. Ya deyir bir gün qabaq, bir gün sonra çıxın. Filan xiyabandan, filan yerəcən, haracan gedəcəksiniz onu müşəxəs edirsiniz. Əmniyyətin kim təmin edəcək? Əmniyyətin polis təmin edəcək. Tamam, biz gələcəyik, qıraqda duracağıq. Ya özümüz təmin, polis də onda özü gəlir, durur qıraqda. İşi olmur. Polis, bəli, əmniyyətin polisə versiniz, polis özü gəlir orada. Əlbəttə sizi şey edir, pul alır. Kanadada bu cürdür. Amerikada da fikirlərim beləsi olayı olmaya bilmirəm. Amma siz özü desin, mən əmniyyəti, özümüz əmniyyət təmin edirik. Orada hər nə ittifaq düşsə sizin adınıza yazılacaqdır. Dadqaha keçsəz, məxaric olsa, bir şeysinsə sizdən alacaqlar. Polis olanda da polis orada gəlir, tutur, gedir. Əgər biri də xilaf eləsə onu tutur, aparır, onu gedir orada. İndi rahpeymalıq elədiniz və cəmiyyət şəhər ya ustan gördü ki, burada 100.000 nəfər, 10.000 nəfər gəlib deyir, bizim şəhərimizdə tablolar gərək farsı olmuyor. Ehtiramən bu millətə tamam şeyləri çevirirlər, tablolar. Misal burum, Kanadada bu Black Matters, Black Life Matters, qaraların yaşamı da önəmlidir deyə bir hərəkət başlandı da, bilirsiniz o qəranı ki, polislər Amerikada öldü, ondan hər yerdə başlandı, Kanadada başlandı. Kanadada bu qərələr hizbiləri yox, amma ruznamə çıxa bilərlər, danışa bilərlər, istəsələr qalıblar, radio, televizyona gedə bilərlər, müxtəlif ruznamələrini danışdılar, burada çox səs çıxdı, çox səs. Qərələrin biri dedi ki, burada bir meydan və bir xiyabanlar var, Kanadada, hər yerdə, adı Dandasdır. Toronto'nun da məşhur meydanı Dundas Square, siz məmulən Kanadaya baxanda o əksi görərsiniz, Dundas Square. Qərələrdən biri dedi ki, buranın adı niyə Dandasdır? Əgər iştibah eləməsəm Dandas, bəlkə də iştibah eləm, Dandas amacı olacaqdır. Dedi ki, Dandas bir dənə bərdədar idi, qul satan idi, bizlərin dədələrimizi gedib Afrikadan qul eləyibdi, gətirib burada satırdı. Siz onun adını qoymuşsunuz bu xiyabana, bu meydana. Şəhərdə 150 illik adı değişdilər. Çünki bir iddə adam, çox da deyillər, 100 nəfər də deyildi, amma bir nəfər bunlardan danışdı. Gəldi dedi ki, bu bizə tohindir. Siz o adam ki, bizim dədələrimizi tuturdu, gətirdi, burada satırdı, döyürdü. Siz də alırdınız, onunla qoymuşsunuz xiyabana, daimən çəkirsiniz bizim üzümüzə. Bərdədarlıq dövrəsi qutarmayıb, hala bu ad qalır, bu fərhəng, bu kültür burada qalır. Şəhərdə dəyişdilər. Torontoda, çünki bura Torontonun da belə idi, o birislərdə bilmirəm, o birisi şəhərlərdə. Çünki məsələn, bir ayrı şəhərə getmişim, gördüm ki, Dandas yerində qalır hələ. Yəni, xiyabanın adını dəyişməyiblər. Torontoda dəyişdilər. Torontoda əgər işin 600 milyon dolar xəsarət varid olacaqdı bu şeyləri dəyişdirməkdə. Qərələrin nəfinə etiraz üçün. Dostlar, cami-i mədəni budur. Cami-i mədəni budur ki, əgər bir adam gedir şəhridardır, ustandardır, dövlətdir, o şəhrin adamlarının istəyi üstündə şey olur. Müşkülə həll edir. Yəni, dəyişdirirlər sistemi. Sistem kamilən dəyişdirir. Və baxın, əcəba İranda cami-i mədəni var. Sual. İranda fars dili bizə təhmil olur. 40 ildir adamlar bizə dili vurmayın, sındırmayın. Aha, cami-i mədəni deyiblər bizə. Aha, indi bunu deyəcəyim. Cami, hər lüğəti ki, İranda farslar işlədirlər, Riza Şahdan bu günəcən, o lüğətin mənasını, düzdür, o lüğəti xaricədən alırlar. Amma o lüğətin için dəyişdirirlər, sizə bir ayrı mənada verirlər. Cami-i mədənini dedik ki, nə cür olmalıdır? İndi İranda cami-i mədənini əvvəl hansı dövriyəcən, əslən bu lüğət yox idi. Baxın, cami-i mədəni adında lüğət Xatəmi dövründə gəldi üstə.
Farslar bunu deform elədilər, değişdilər için, mənasını değişdilər. Gəldilər cami mədəni, yəni gedin dövlətdən mücəvviz alın. Danışdılar, istəyirlər 4 dənə kağız yazarlar, gedirlər dövlətdən icazə alırlar. Cələsə qoyarlar, şeir oxuyarlar, gedirlər icazə alırlar. Saz çalarlar, gedirlər icazə. Ağa, bunlar dövlətə rəbti yox dəstək. Cami mədəni budur. Danışçı istir qoysun, gedir oturur şeylər. Cələsə qoyurlar, cələsəni axir ləhzədə gəlir tətil edir. Sən türkü danışacaqsan, sən türkçü qonaq çağıracaqsan, sən orada filan məsələni bəhs edəcəksən. Camiyi İndi burada bizim yolumuz nədir? Əvvəl cami mədəni xaricədə də deyək nədir? Daha bir ayrı. Hindistanı misal verək. Çünki bunlar bizə Hindistandan deyilir. Hindistanın qabağında əvvələn diqqət buyurun, tamam qanunlar içi İngilizistan impoz elirdi, emal elirdi hindilərin üstünə Hindistanda. Bunların hamısını sındırdılar. Yəni yap-yaxçısı Cəvahirlər, Nehrudur və Qandidir. Bunun tərəfdarlar, bu iki dananın. Müsalimət hamizi bulardı. Bu dedi, dövlət deyirdi ki, duzu gərək məndən alasan. Dedi, mən səndən duz almıram, gedirəm dəryadan çıxadım. Dəryadan duz çıxartmaq belə millətin haqqı deyildi. Manipulə olmuşdu. Yəni bir nəfər bunu almış, bir dənə şirkət almışdı əlinə, dəryadan duzu çıxartacaqdı, satacaqdı hindilərə. Neçə 100 kilometr yol getdilər, rahbimalıq buna deyirlər. Neçə 100 kilometr yol getdilər ki, deyirlər, qanunu sındırırlar, dəryadan özləri duz götürürlər, ta o qanunu sındırırlar. Yolda vurdu, polis vurdu, döydü, amma bunlar getdilər, döyülən döyüldü, tutulan tutuldu, amma bunlar getdilər şeyə. Onun yanında, baxın, neçə milyon nəfəri və neçə 100 min nəfəri İngilistanlılar öldürdülər. Fikir etmə ki, Hindistanlılar əllərini belə qozamışlar, yox. Bizi öldürün. Hindistanlılar da silahlı onları öldürürdülər. O sərbazları, o əskərləri, o dərəcədarları, o idarədə olanları öldürürdülər. Cami mədəni işləməsə zor gələr qabaq. Cami mədəni nə deməkdir? Millətin istəyin qabağa aparmaq deməkdir. Əgər qabağa aparmır, gərək zordan istifadə edir. Zor nə mənədir bu günləri? Biz indi bir dana bizim başımıza böyük qoyublar. Cami mədəni, yəni Duriyəs xuşunət dər çarçubi qanun. Ağa, qanun mənə haqq vermir. Mən sən qanunu sındıram əslən. Əslən mən qanunu dəyişdirmək üçün meydana gəlmişəm. Bunun üçün cami mədəni işlər. Cami mədəni o zaman mənası var ki, qanunu dəyişdirməyə gücü olar. Əgər qoymurlar qanunu dəyişdir, cami mədəninin məhfumu yoxdur. Əgər biz hər şeyə gedirik, dövlətdən icazə alırıq və dövlət deyir yox, cami mədəninin məhfumu yoxdur. Biz bir dana böyük yalanın içində yox, adı cami mədəni İranidir. Farsi. Cami mədəni Farsi İrani. Ya İrani Farsi. Çünki burada cami mədənini onlar tərif ediblər. Deyibdir ki, ağa, cami mədəni nədir? Gələcəksən, məndən icazə alacaqsan. Mən dediyim kimi, mən dediyim qanunların çərçivəsində və mənim əgər rizayətim olsa, gələcəksən. Siz indi görün, geçən 40 ildə bir dana Azərbaycanlılar sülhünə çıxıb xiyabanda deyiblər ki, haray mən türkəm. Görün bir dana cələsə qulab biliblər ki, ana dilim mənim, dilim barağa ana dilimdir. Görün ki, adam istəyib kitabxana aça kətdə. Əli Rza Fərişinin cürmü budur ki, istəyib kitabxana aça kətdə. Bundan dahi adamı tutublar 8 il, onu veriblər zindana. Hələ şəhid balasıdır. Hələ özdə əncümən İslamilərdə olubdur. Dostlar, biz böyük bir yalanın içindəyik. Cami mədəni adında İranda bir şeyin nə teorik, nə əməli vücudu yoxdur. Siz eləyə bilərsiniz, sabahları bir dana hizbi düzəldəsiniz, Azərbaycan, Kürd, Türkün, Kürdün, Ərəbin əleyhinə. Hizbi icazəsi verərlər.
Siz eləyə bilərsiniz, bir dənə NGO düzəldəsiniz, istiruq Azərbaycanı bölək. Siz dənə NGO düzəldə bilərsiniz, hər kəs Azərbaycanda millətçidir, onları tutturmağa görə bir şeylər yazasınız, Azəriha. Həm ruznaməsi var, həm təbliğat edir, həm də ittilaata, polisə, ora, bura deyir ki, gəlin bu adamları tutun. Niyə tutmursunuz? Amma siz ki, ağa, biz istiruq qanunu dəyişdirək. Biz istiruq qanun əsasını dəyişdirək ki, ağa, mənim dilim rəsmi olmalıdır. Bu qanun əsasıya geçməlidir. Biz istiruq bizim dilimiz mədrəsələrdə oxunsun. Bu qanun əsasıya geçməlidir. Biz istiruq Vizarət-i Amuzuşu Pərvəriş 40 il, 100 il əslində, 100 il bizim dilimizə əleyhinə işğal elədik üçün bizə qəramət versin. Biz istiruq bizim torpaqlarımızda fars dili oxunmasın. Fars dili rəsmi dil olmasın, idari dil olmasın bizim torpaqlarımızda. Cami-i mədəni, hangi cami-i mədəni? Ruznaməz yoxdur, 2 dilli çıxsın. 2 dilli çıxanlar və ruznamə deyil. Yəni siz Azərbaycanda çıxan ruznamələri, ruznamələr iki dövlət tərəfindən çıxır, adı ruznamədir, Vizarət-i İrşaddan mücəvviz alır. Danışqahdan çıxanları demirəm. Siz onların yüzün qoyun, bir dana Tehrandakı həmşəhri ilə müqayisə edin. Həmşəhrinin bir məqaləsini qoyun, onun da hamısını qoyun. Azərbaycan adına çıxan ruznamələrin hamısını yığın bir tarazının bir gözünə, onların da bir məqaləsini qoyun bir gözünə. Gör nə gəlir, hangisi ağır gəlir. Cami-i mədəni dediyiniz bir böyük yalandır. Bizim Güney Azərbaycan, İranda türklərin bir dənə cami-i mədənisini ad aparın. Bir dənə bizim xüsusi mədrəsəmiz yoxdur, dövlətə kələ yox. Bir dənə dərsi kitabımız yoxdur. Bir dənə radiomuz, televizyonumuz, ruznaməmiz, məcəlləmiz ki, tamam türkü çıxa yoxdur və yaxçı türkü çıxa yoxdur. Yaxçı türkü çıxa yoxdur. Yəni hətta dili də yaxçı deyil. Ondan sonra da bir dənə biz orada görək ki, bu nədir o türk zidli Quçani. Quçani özü türkdür da. O farslılara ki məcəllə çıxadır, bir dənə o ağırlıqda mətləblər biz də yazaq. Yoxdur. Hizbimiz yoxdur. Ağa, hizbi siyasi demirik. Bizim bir dənə hizbimiz ola deyək ki, ağa, niyə Azərbaycanın ya türklərin bir dənə bancı yoxdur? Niyə bizim maliyyatımız və pullarımız buradan, hətta o cibimizdən hüququmuz yatırımı gedir Tehran bahlarının şöbəsində oturur. Mənfəəti gedir Tehrana. Farslara yəni. Niyə Parsiyan adlı bizim şəhərimizdə bah var, amma Türkiyan adlı bah yoxdur? Azərbaycan adlı bah yoxdur. Ağa, bizim mühiti zist, Urmu gölü haqqında belə bir dənə NGO-muz yoxdur ki, gedə, yel qoymurlar ola. Gedə deyə, ağa, siz bizim toğulursunuz, ahmaq özüzsünüz. Bunu Günas TV-dən biz dəfələrcə demişik. Bunlar gəldilər Urmu gölünün, qurutmuşdular. Gəldilər bunun bir tikəsinin dövrəsinə torpaq tökdülər. Suyu yığdılar onun arasına. Hər yer gedirdi, deyirdi ki, Urmu gölündə dizəcən su var. Mən də orada qışqırırdım. Ağa, bir gedin bir qıraqlara baxın. Axı kəndinizin qırağından çıxın, oradan kəndinizdən bir əhs salın. Adamlar qorxularından əhs salamırlar, bizi tutarlar. İndi gəliblər, görsədirlər ki, indi taza filmlər ki, geçən 2 həftədə gəlibdi videolar, görsədir ki, bəli, torpaqların, oradan torpaqları gətiriblər tökmə, xaçriz deyirlər adına. Xaçriz düzəldiblər, 3 kilometr, 4 kilometr boyunda bir dənə göl düzəldiblər, o göl də quruyur. Bizim buna belə, ağa, cami-i mədəni nədir? Onlar ki, İranda, türk ola, filan ola. Mən xainliğə müttəhəm eləmirəm. Onlar ki, fikirlə İranda cami-i mədəni var, şosteşuy məğzi, dər qalibi cami-i mədəni olublar. Dünyada cami-i mədənini tərif elədim. Dedim nədir? Nümunələrin Kanadada, Amerikada, Hindistanda dedik nədir? Cami-i mədəni dediyinizdə, siz o zaman mədəni rəftar edirsiniz, tərəfinizdə mədəni olsun. Ağa, İran dövləti tutur, kəsir, asır,
Və sənə deyir ki, dili bir də qərəğan elədim. Bundan bu ad da qoyanmazsan. Buradan da elə adam var ki, 2 ildir sicilli alamayıb uşağına. İndi deyir ki, ona sicilli də ala bilməyəcək Sudaxı. Biz burada nə etməliyik? Biz burada cami mədəni yox. Biz burada millət diri yox göstərməliyik. Cami mədəni çox belə şeydir. İdeal bir şeydir. Utopiya bir şeydir. Biz indi diri yox, varıq, onu göstərməliyik. Bu şəhərdə türk tabloğu olmayacaq. Gərək bunların hamısını nabud eləyək. Qərə rəng ataq çıxışırıq. Hər türk bir tabloğu xərab eləməsə, türk özünə deməsin. Hər türk bir mücəssəməni sındırmasa özünə türk deməsin. Yəni ya iddia edirik türkük, ya da bu türklüğü dövlətə sabit eləyəcək ki, mən türkəm. Əgər dövlətə sabit eləyəmirik mən türkəm, məndən türk çıxmaz. Necə ki, tabloları sındırmayaq? Bəs necə biz bu dövlətə deyək ki, mən varam? Necə dünya bilsin türklər, türkdülər? Çarəsi odur. Ondan sonra başqa bir çarəsi yox, dostlar. Özümüzü toğlamayaq. Özümüzü toğlamayaq. Tamam o. Adları ki, farsları simbolizə edir xiyabanlarda, şəhərlərdə tablolar. Hər nə tablo, tükan olsun, bank olsun, idarə olsun, ruznamə olsun, hər nə. Məsələn deyirəm, Təbrizdə, Ərdəbildə, Zəncirdə, kiçik şəhərlərdə, böyük şəhərlərdə Ruznamə Ceyhan, İttilaat, Həmşəhri filan var. Bank var, Parsiyan, İraniyan filan. Bunların hamısının tabloları qərələnməlidir. Buna deyərlər fəaliyyət mədəni. Baxın, fəaliyyət mədəni nə mənə deməkdir? Adam öldürməmək. Mənim nəzərimdə. Bir mərhələyə yetişəcəksə biz adam öldürməyə də gedəcəyik. Çünki bizimki cami mədəni deyil, bizimki ölüm qalım savaşıdır. Farslar bizi boğublar. Biz indi orada durmuşuq deyirik ki, boğ, amma mən nə mənə? Bizi boğubdur. Nəfəs çəkənmirik. Ağa, bir dənə futbol timi və deyə bilmirsən. Bir dənə futbol timi və deyə bilmirsən. Ki, niyə mənim futbol timimin büdcəsi yoxdur? Niyə Urmuc ölümün büdcəsi yoxdur? Niyə mənim ağaçlarım kəsilir? Niyə Süngünün bir dənə cəmiyyət NGO olsa, durar gedər Süngünün yolun bağlar, deyər, biz qoymuruq Kirmana, İsfahana, Yəzdə, Kaşana, buradan məvad geçsin. Ya o birisi mədənlərdən. Və qoymaz. Cami mədəni bu. Əgər sən istəyirsən, karxananı burada qur. Mənim adamlarım burada işləsin. Sənin haqqın yoxdur. Mənim toprağımda ayrı adam istiqdam.